Axşamınız xeyir olsun, salamlı müəbbinizi. İlk öncə hazır işlərimə təşəkkür edirəm. Uzaq bir səfərə baxmayaraq gəlib yenə komandalarına oldular, komandalarını dəstəklədilər. Və oyuna gəldikdə demək olar ki, bugün tam son gücləri idi. Bugün tam tapıb bu oyunda oynadılar. Belə bir iradlarım yoxdur. Qalib gələ bilərdik, bəlkə məğlub ola bilərdik. Sonunda yaxşı, intizamlı, yaxşı döyüşkən bir kollektivlə bərabərə qaldıq. Bugün Qəbələ həm oyununa görə, həm ümumi belə deyək, xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalıydı. Yəni, Kaxa yaxşı bir sistem qurub, yaxşı bir belə deyək, döyüşlər hazırlayıb burada, yetişdirib. Ümumən çempionatın sonuna yaxınlaşmışıq. Yəni, bütün belə deyək də o həm psixoloji yorğunluq, həm fiziki yorğunluq demək olar ki, tam futbolçulara təsir eləyir. Hər bir halda hələ qarşıda 2 oyunumuz var, oyunlara ciddi hazırlaşmalıyıq. Görək indi o bir oyun neçə gündən sonra olacaq. Çünki axır bir 5 oyundur, demək olar ki, 4 gündən bir oyun, hər 4 gündən bir. Sadəcə burada da istirahət eləməyə vaxtımız olmadı. Cəmi 5-ci günü demək olar ki, oyundan sonra oynadı. Mən belə, belə nəticə belə oyuna görə idi. Hər iki komandaya uğurlar. Buyurun, suallar keçərlər. Mehman buyurun. Sonlara yaxın düşündük. Biraz oyunun, belə deyək, biraz ehtiyat elədik. Sistem ola bilər pozulsun. Həm də belə havada biraz sonradan çıxan oyuncularda biraz nəfəs, belə deyək də, almada çətinlik olur. Ümumiyyətcə, dağ havası, ümumiyyətcə, burada biraz hava həmişə oksigen, belə deyək, biraz ağır olub. Yəni, səfərə gələn komandalar üçün. Amma dedik, yəni, nə cür hazırlaşmışdıqsa, yəni, sona kimi dedik, həmin oyunu pozmayaq və belə həm də ki, komanda tam qapanmışdı. Biraz o qədər də belə deyək, hansısa bir sürətə falan belə ehtiyac yox idi. Daha çox dedik, bir-birini tamamlayırlar. Belə yəni, nə istədim, 90 dəqiqə bütün futbolçular biraz o, belə deyək, oyunun gərginliyini tam hiss eləsinlər. Deyiləcək bir söz yox, normaldır, qərar veriblər. Yəni, biz, belə deyək də, əgər bizim aqressiv hərəkətimiz olubsa, yəni, bu elə bir şeydir ki, biz özümüzü, belə deyək də, hansı bir epizoda görə haqlı çıxara bilmərik. Çünki fakt aqressiv şəkildə hərəkət ediblər, aqressiv şəkildə hakimə, belə deyək də, təzyiq göstəriblər. Və indi baxırdı, federasiyanın öz, belə deyək, qərarlarına veriblər. Yəni, desək ki, 1 oyun, 2 oyun azaldın və yaxud cəriməni aşağı salın, belə deyiləcək bir söz yox. Yəni, qərar verilib, biz də razılaşmalıyıq. Başqa sualımız var? Yoxsa, sağ olun, təşəkkürlər.